Hörmətli qudam, deyirdim məhləni çək, mənə göndər, görüm nələrim var. Bu məhlə günahındır, əzabındır inşallah. Deyim, bax. Var bu da. Bu bizim barlarımız. Bu Eldar hayvası. Bu zoğalımız. Bu avariyimiz. Türkçeriydi, nədir bu da deyil. Canım sağ söylesin. Bu tənəyimiz Ayquda. Bu alçalar nə bilim bunları şirə vurub, nədir? Dərmanlamış ki, belə. Arda çiməndə lüt olan kimi lütləniblər bunlar. Sonra qardaş, bu gilaslarımızdır, Allah'ın izniyle. Buradadır. Bu Eldar'ın güvəmidir. Mən Eldarsız duramıram da burada. Armuddur. Yer almasıdır. Nədir o? Kırmızı olan odur. Allah'ın izniyle. İnşallah. Sonra bu da yine güvəmdir. Bilmirəm bunu da üstündə zəifdir. Bunlar da bu da şponkadır. İnşallah. En yaxşı bulardır. Allah deyən olsun. İndi gətirəndə baxacağıq. Bu da maşallah yine belə fitirğan kimi gətirib, qəşəkdir. Turş gilasımızdır bu da. Gətirib. Şponkamızdır. İnşallah indi yaxşı gətirəcək da. Bir il gəlinindən lap yaxşı gətirməlidir. Bu incirdir bu da. Bu da gətirib. Həm üstündə. Bu da almadır. Alma da maşallah. O yekə tutdu. Bu da qalan. Qara hillə Eldarın. Bu da gözəldir. Bu da məhləmizdir. Gözəl qudam. Hörmətli qudam. Kəndə gələn belə istirahət eləyirəm Ayquda budalarda. Yağışdan sonra prosto belə olur, otsa. Bunları da sonra Allah'ın izniyle biçəcəm. Bu da belə. Bu da güllərimiz Ayquda.